Yezid deyir ki, Haşimilər Peyğəmbəri nəzərdə tutur, imamları nəzərdə tutur. Bunlar hakimiyyətə gəlməkdən ötürü dedilər qiyamət var, axirət var, vəhy nazil olub. Necə ki, onların bugünkü balaları da bu sözləri bəzən səsləndirirlər. Peyğəmbər də hakimiyyətə gəlmək üçün vəhy dedi var, qiyamət var, axirət var. Elə bir şey yoxdur. Amma xanım Zeynəb baxın nə deyir. Elhamdülillah, qalxır, hütbə oxuyur. Elhamdülillahi Rabbil aləmin və sallallahu ala rasulihi və alihi əcmain. Həmd olsun aləmlərin Rəbbinə və salam olsun Peyğəmbər və ailəsinə. Sədaqallahu kəzəlikə, Allah Teala düz deyib. Sədaqallahu kəzəlikə yəqul, thümmə kənə aqibətəl-ləzînə əsə'us-su'an kəzzəbu bi ayatillah və kənu biha yestəhzi'un. Çox dərin və mühüm bir ayəyə xanım Zeynəb burada isnad edir. Rum surəsinin 10-cu ayəsində. Bu ayədə Allah Teala deyir, pis iş görənlərin aqibəti Allahın ayələrini təksib etmək və ayələrini istihza etməklə nəticələndi. Yəni, bugün pis iş görürsən, yavaş-yavaş bu pis iş səni elə bir səmtə, elə bir dərəcəyə gəlib çatdıracaq ki, sən Allahın ayələrini inkar eləyərsən. Yezidə demək istədiyi Yezidin tərəfdarlarına, siz o qədər günahlar eləyibsiniz, bugün artıq nəyi də inkar edirsiniz? Hətta Peyğəmbəri də inkar edirsiniz, vəhyi də inkar edirsiniz. Avam insanlara deyirsiniz ki, İmam Hüseyin ağa Peyğəmbərin xilafətinə qarşı, xəlifəsinə qarşı çıxmışdır. Amma burada məclisdə deyirsiniz ki, Haşimilər hakimiyyətlə, yəni Peyğəmbər hakimiyyətə gəlməkdən ötürü deyir vəhy var, axirət var. Bunlar hamısı yalandır.